Bizim cəmiyyətdə bu sadəcə dam örtüyü deyil. Bu bir növ insan olduğunun təsdiqi sənədidir. Amma rəqəmlər başqa şey deyir. Orta maaş 1102 manatdır. 1 kvadrat metr mənzil 2500. Bu uçurumu görmək üçün iqtisadçı olmağa ehtiyac yoxdur. Sadəcə nəfəs almaq bəs edir. 100 kvadrat metrlik bir azadlıq üçün 5 il həyatı dayandırmaq lazımdır. Yeməmək, içməmək, geyməmək, əslində yaşamamaq. Bir evdə yaşamaq üçün 5 il yaşamamağı qəbul edirik. Paradoks budur. Divarlar canlanır, amma biz o divarların içində yavaş-yavaş sönürük. İpotek isə başqa bir fəlsəfədir. Banka gedirsən və onlara əslində pulun olduğunu, sadəcə macəra axtardığını sübut etməyə çalışırsan. Əgər həqiqətən ehtiyacın varsa, sistem səni görməzdən gəlir. Əgər ehtiyacın yoxdursa, qapılar açılır. Bugün ipoteka orta təbəqənin boynundakı 25 illik bir bəlkə düyünüdür. Bakıda hər il 20 min yeni qutu tikilir. Amma 40 min yeni ümid o qutulara girmək istəyir. Tələb çoxdur, təklif isə lüksdür. Sonda nə qalır? Beton qutular və o qutuların arasında itib batan orta təbəqənin xəyalları. Sual sadədir. Biz ev alırıq. Yoxsa o kvadrat metrlər bizim ömrümüzdən hər gün bir parça qoparır.